gözəl Ləzzət ailəsinin üzvləri. Bugünkü tədbir öncəsi toplantı adama biraz həyəcan verir. Doğrudan da 30 illik bir dövrün artıq belə deyək, bəhrəsini möhürləmək istəyirik. Bu 30 illik yubiley münasibəti ilə sahibkarları, işçiləri, hamını təbrik edirəm. Biz bu 30 illik yubileyi həyəcanla gözləyirdik. Ümid edirəm ki, bu tədbirdə sahibkarlar başda olmaqla qurğucularını təbrik edirəm. Gözümüz aydın olsun. Ləzzət şirkətində 26 il işləyirəm. Gün olsun da bizim də belə 30, 50, 100 illik yubileylərimiz olsun. Lezzet grupta çalıştığım için ben kendimi farklı hissediyorum. O yüzden de 30 yıldan değil 300 yıla kadar inşallah bu şirket daha ilerleyebilir. İnşallah bundan sonra da 70 ildə çalışmaq istəyirəm. Elci Qrup ailəsini bu 30 illik münasibətilə təbrik edirəm. Ləzzət ailəsinin bir parçası olduğum üçün mən özümü bugün gündə çox xoşbəxt hiss edirəm və şirkətimizin 30 illik yubiley münasibəti ilə rəhbərliyimiz başda olmaqla bütün Ləzzət Qrup kollektivini ürəkdən təbrik edirəm. İnşallah ki, uğurlarımızın davamı olar, brendlərimiz daha da böyüyər. Bu 30 il münasibəti ilə sahibkarlarımız başda olmaqla bütün kollektivimizi təbrik edirəm. İnşallah daha bir 30, 40, 50 yubileylərdə. Ləzzət qrupunun rəhbərlərinə bu əziyyətlə 30 ildə bu şirkəti bu vəziyyətə gətirdiklərinə görə, yaxşı işlərinə görə çox səmimi təbrik edirəm. Və bir daha onu vurğulamaq istəyirəm ki, 30 ildə özləri burada olmayıb, əməklərini bu şirkətə verənlərə də çox təşəkkür edirəm. Mənim üçün də 3 ildir artıq Ləzzət Qrupunun əməkdaşıyam. Mənim üçün də bu Ləzzət qida ailəsində olmaq çox xoşdur. Mən də başda sahibkarlar olmaq üzrə hər kəsi yubiley münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Allah Taala bundan sonraki daha da yaxşı günləri, yaxşı işləri nəsib eləsin. Şirkətimizin bütün kollektivini təbrik edirəm. Bundan sonra da uğurlarımız daim olsun. 17 ildir Ləzzət Qrup ailəsinin bir fərdiyəm. Mən Ləzzət Qrup ailəsinin sahibkarlarını, təsislərini 30 illik yubiley münasibəti ilə ürəkdən səmimi qəlbdən təbrik edirəm. Bu 30 il sadəcə rəqəmdən ibarət deyil. Bunun içərisində yüzlərcə doğru verilmiş qərar, vaxtında verilmiş tapşırıqlar və milyonlarla sevincli anlar var. Və biz bunların hamısının şahidi olmuşuq və inşallah bundan sonraki 30 illiklərdə də şahidliyə davam edəcəyik. Artıq 5 ildir ki, Ləzzət Qrup ailəsinin üzvüyəm. Bu 30 illik tədbirlə bağlı başda şirkət rəhbərimiz olmaqla bütün kollektivi təbrik edirəm. Sağ olun. Mən sahibkarlara can sağlığı arzu edirəm ki, çünki artıq nailiyyətimiz var, çətin yolu keçmişik, kollektivimizə də başarılar arzu edirəm. Mən fürsətdən istifadə edib dəyərli sahibkarlarımıza, bütün əməkdaşlarımıza və bütün tərəfdaşlarımızı təbrik edirəm. Əminəm ki, Ləzzət ailəsi gələcəkdə daha da böyüyəcək, yeni uğurlara imza atacaq. Hər birinizi təbrik edirəm, uğur hamımızın. Təşəkkür ederim.
Mən Ləzzət Şirkətlər Qrupunun Brend Marketing müdürü Sara Rzayeva. Artıq 8 ildir ki, bu böyük ailənin bir üzvüyəm. Bu 30 illik tədbir layihəsinin planlanmasında, həyata keçirilməsində mən də iştirak edirəm. Ümumiyyətlə 2025-ci ili biz Ləzzət Şirkətlər Qrupu olaraq yubiley ilimiz olaraq qəbul etdik və bu il ərzində fərqli layihələr həyata keçirdik. Bunlardan ən yadda qalanı düşünürəm ki, şirkət rəhbəri Teymur Rızayevin müəssisələrdə 750-dən çox işçi ilə görüşməsi, onlara fərdi şəkildə təşəkkürnamələrin təqdim olunması oldu. O tədbirlərdə çox maraqlı müzakirələr aparıldı, şirkətin indiyə qədər gəldiyi dövr və gələcək planlarımız müzakirə olundu. Ümumiyyətlə, bu tədbir layihəsinin həyata keçirilməsində çox böyük bir komanda çalışır. Onların hər birinə ürəkdən təşəkkür edirəm. Və əminəm ki, bu 30 illik yubiley tədbiri Ləzzət Şirkətlər Qrupunun birliyini, sevgisini, zəhmətini ən gözəl şəkildə əks etdirəcək.